Xoş gördük dəyərli izləyicilər. Bu videonu bütün sosial mediadan izləyənləri salamlayıram. Sizlərlə mənəm Rövşən Məcizadə və bugün sizə Mərdəkanda 7 sot torpaq sahəsinin üzərində inşa edilmiş belə bir gözəl 5 otaqlı modern bir bağ evi təqdim edirəm. Ətraflı bütün bucaqlardan sizə bu bağ evini çəkib göstərəcəm. İlkin qiymət 595 min manatdır. Real müştəriyə sahibi tərəfindən özəl bir endirim olunacaq. İlk öncə bağın yerləşmə yeri haqqında sizə ətraflı məlumat vermək istəyirəm ki, Polis Akademiyasına, eləcə də Bravoya piyada məsafədədir. Yaxınlıqda məktəb, bir sözlə 4 fəsil yaşamaq üçün mən deyərdim ki, ən əla, əlverişli bir məkanda yerləşir. Bura Şuvalanla Mərdəkanın kəsişməsidir. İndi sizlərlə birlikdə bir tur edəcəyik, ətraflı bütün bucaqlardan sizə bu bağ evini göstərəcəm və ilk öncə evin sahibinə, eləcə də dizaynerına alqış düşür. Yeri gəlmişkən evin dizayneri Elnur Abdullayevdir, onun da səhifəsini burada qeyd edirəm. Çox gözəl işlər ərsəyə gətirir. Beləliklə, həyətə daxil olan kimi belə bir meydançamız var. Rahatçılıqla avtomobillərinizi burada saxlaya bilərsiniz. Lakin küçəsində də bir neçə avtomobili çox rahatçılıqla park edə bilərsiniz. Evin ətrafına, kənarlarına rahatçılıqla keçmək olur. Hətta kənarlarında belə bir drenaj, yağış suları üçün yerlər də qoyulub. Və burada sahibkar bir neçə yerdə yaşıl zona edib. Daxil olan kimi sağ istiqamətimizdə belə bir gözəl leylandır ağaclarıdır. Mən leylandır ağaclarını çox sevirəm. İllər keçdikdən sonra onlar çəpər bir formasını edir. Evin qarşısında belə bir yaşıl zonamız var. Hovuzun sağ tərəfində də həmçinin. Və bu evə gözəllik verən onun LED işıqlarıdır və mən bura gecə görüntülərini də mütləq əlavə edirəm. Çünki bu evin gözəlliyi onun gecə görüntülərindədir. Bəzən olur, yoldaşlar gecə gəlib baxa bilmirlər. Ona görə də onlar üçün belə bir video çəkmişəm ki, gecə görüntüləri ilə baxasınız. Ümumiyyətlə, təklif edirəm ki, gəlib bu evə canlı baxasınız, yerləşmə yeri ilə tanış olasınız. Bayaq vurguladığım kimi çox gözəl bir yerdə yerləşir. Pləkanlarımız gördüyünüz kimi LED işıqlardandır. Çox səliqəli, gözəl işlər görüblər. Evimiz 230 kvadratdan ibarətdir, 5 otaqlıdır. Əlavə olaraq 32 kvadrata yaxın belə bir yay və qış mətbəxi var və evin qarşısında da 50 kvadrata yaxın bir terasımız var. Hovuzumuz 9-un 4 yarımadır, yəni üzmək istəyənlər üçün çox əlverişlidir. Bir-bir sizə bütün evin bucaqlarını göstərəcəm. Baxın, görün, evin fasadı necə gözəl ediblər və ev 7 sot torpaq sahəsində çox gözəl bir layihəni yerləşdirib. Sahibkar bir daha sizə bizim bu belə bir parking zonamızı, meydançamızı göstərirəm və evin qarşısına keçəcəm. Hovuzumuz türk mozaikası ilə bəzədilib, çox keyfiyyətli. Əlavə olaraq su deposu inşa edilib ki, hər hansısa bir dövlət xəttində suda baş verdikdə rahatçılıqla depovuzdan suyunuzu istifadə edə bilərsiniz. Baxın, görün necə gözəl bizim belə bir xurma palmalarımız var. Burada çox gözəl, səliqəli. Mən gecə görüntüləri daha çox xoşuma gəlir. Çünki bu LED işıqlar, bayaq vurguladığım kimi, təkrarçılıq olmasın, bu evə çox gözəllik verir. Hovuzda da belə bir mozaikalardan gözəl bir işləmələrdir. Baxın, belə bir bucaqlardan birlikdə sizlərlə bir tur edək və sizə yay və qış mətbəximizi göstərirəm. Burada fəslindən asılı olmayaraq gününüzü keçirdə bilərsiniz. Baxın, görün necə gözəl yay və qış mətbəximiz var. Videolarım qarışıq olacaq, gecə və gündüz. Keçirəm barbekü zonaya. Yay və qış mətbəxinin kənarındadır. Çox əlverişlidir. Bəzən olur sahibkarlar içəridə də inşa edir. O indi baxır, ruslar demişkən, na любителя, amma həyətin kənarda olsa daha yaxşıdır. Belə bir manqalımız var və manqalın kənarında isə evin istilik təchizatını nəzarət etmək üçün qazanxanamız və yanında isə həyət üçün nəzərdə tutulmuş hamam otağıdır. Sanitar qovşağımız. Mən sizə ətrafı göstərmək istəyirəm və bu ətrafda çox yaşıl illərin bağları var. Çox gözəl bir ab-havası var, gözəl qonşuları var. Əlbəttə ki, əsas qonşuluqdur. Bu bağ evində də çox gözəl
qonşularınız olacaq. Çünki illərlə mən bu küçəyə gedib gəlirəm. Mənim öz dostlarım da burada yaşayır. Baxın, burada toxunulası bir çox məqamlar var. Çünki sahibkar burada çox səliqəli və pul gedən işlər görüb. Bu həbəşəbə sistemidir. Birbaşa olaraq yataq otaqlarının qapısı, iki yataq otağımız birbaşa olaraq hovuz görüntülüdür. Çox gözəldir. İndi evin daxilindən də sizə çəkib göstərəcəm. Bu həbəşəbə sistemləri ilə açılır. Baxın, görün necə gözəl və bayaqki vurğuladığım sizə teras. Burada da gün üzü keçirdə bilərsiniz. Baxın, görün necə belə bağlı ediblər, maraqlı. Evin fasadında bayaq vurğuladığım kimi dekorativ suvardan, keramogranitdən, təbii traversindən istifadə olunub. Qatma qarışıqdır, tavanda sədəf boyasıdır. Bir sözlə yenə deyirəm, gəlib canlı baxmalısınız. Evin təmiri də çox keyfiyyətlidir. Bəzən olur, divar kağızları istəmirlər, emulsiya istəyirlər. Bu seçim sizin üçün çox gözəldir. Baxın, bir daha sizə ətraflı bucaqlardan göstərirəm. Ətrafı bayaq vurğuladığım yaşıl bağları. Videomun dəqiqələri uzanır, lakin dəyərli izləyicilər, əsas mənim məqsədim sizlərə dolğun, tam məlumat verməkdir. Ofisimizə də gələn yoldaşlar olur ki, bu videoları mən onları üçün monitorda qoyuram, baxırlar və hətta yenidən də gəlib bu evlərə birlikdə baxırıq. Əsas odur ki, xeyir nədirsə, Allah ilk öncə onu sizə nəsib etsin. Deməli, evə daxil olan kimi belə bir maraqlı bir layihə bizi qarşılayır, çox maraqlıdır. Birlikdə sizlərlə tur edəcəm. Çünki ev olduqca çox funksiyonaldır. İlk öncə elə qarşıma çıxan camaşırxananı sizə göstərmək istəyirəm. Baxın, görün, necə rahat bir otaqdır. Bu camaşırxanada paltar yuyan, qurudan və dolablar sifariş edə bilərsiniz ki, rahatçılıqla sizin əlverişli olsun sizin üçün. Evin ümumi hamam otağıdır. Çox səliqəli, baxın, ətraflı sizə videolarını göstərirəm. Tam ətraflı göstərirəm. Evə gözəllik verən bizim belə bir geniş zalımızdır və zaldan da birbaşa olaraq hovuz görüntüsü, onu da göstərəcəm sizə. Çox geniş bir zaldır. Mən bayaq vurğuladığım kimi gecə, gündüz görüntüləri mən qarışdırıram. Və zaldan da birbaşa olaraq həbəşəbə sistemlə çıxırıq evin terasına, rahatçılıqla, mətbəxdən də çıxmaq olur. Bir sözlə bayaq vurğuladığım kimi çox funksional bir evdir. Burada belə bir yataq otağı var, əslində uşaqlar üçün nəzərdə tutulub. Mətbəxə də yaxın belə bir yataq otağımız. Ev bayaq vurğuladığım kimi emulsiya boya ilə işlənilib və keçirəm evin mətbəxinə. Baxın, artıq mətbəx mebeli quraşdırılıb. Mətbəxdən birbaşa olaraq hovuz görüntüsü, xanımlar uşaqlara daha yaxşı nəzarət etsin. Həbəşəbə sistemlə açırsınız. Belə çıxırsınız bu terasa. Çox funksional fikirləşiblər. Bir daha alqış düşür inşa edənə də, dizayn edənə də, bütün zəhməti keçən insanlara. Mətbəximizdir və keçirəm yataq otaqlarına. Baxın, görün, buradan belə bir işıqlı bir pəncərə də var evin arxasına və belə bir bizim gözəl işıqlı bir dəhlizimiz. Dəhlizimizdə iki bu belə geniş pəncərələr bu dəhlizi gündüz vaxtı daha da işıqlı edir. Və sizə ikinci yataq otağımızı göstərirəm. İkinci yataq otağımız da çox işıqlıdır. Baxın, görün, necə gözəl hovuz görüntüsü var. Birbaşa olaraq hovuz görsənir. Bir sözlə elə bir mənzərəli bir, lüks bir otel odasındasınız. Bu pəncərələr işığın düşməsi üçün çox əlverişlidir. Və sonda iki yataq otağımız isə, üçüncü, dördüncü yataq otaqlarımızın daxilində hamam otaqları var. Onları da sizə göstərəcəm. Baxın, necə işıqlı yataq otağıdır. Pəncərələr çox genişdir. Daxilindəki hamam otağını da sizə göstərirəm. Baxın, belə bir hamam otağıdır. Səliqəli və nəzərinizə çatdırım ki, santexnika, evca, qroxa məxsusdur. Çox keyfiyyətli işlər görülüb. Bütün borular Türkiyə istehsalıdır.
və sahibkar çəkilişləri də saxlayıb. Və sonda isə evin əsas master yataq otağını sizə göstərirəm. Bu yataq otağını gözəlləşdirən əlbəttə ki, onun bu rənglərdən savayı birbaşa olaraq yenə dediyim kimi hovuza çıxış olmasıdır və 2 pəncərəsi var. Baxın, rəngləri çox gözəl seçiblər. Mənim favori rəngimdir bu. Göstərmək istəyirəm sizə belə bir yaxından. Baxın, bəzən nə olur, mənə müraciət edən müştərilərim keyfiyyətli, lokasiyası daha gözəl yerdə evlər istəyirlər. Bu ev sizin üçün çox gözəl bir seçimdir. Və daxilindəki hamam otağını da sizə göstərim. Belə bir hamam otağımız var, səliqəli. Ev əşyasız təklif olunur, çünki zövqlər müxtəlifdir. İnşallah bu evi alan yoldaşlar öz zövqlərinə uyğun olan mebelləri bura alıb qoyarlar. Beləliklə, çəkilişimiz sona çatır. Sizlərlə mən idim Rövşən Məcizadə və Bağım Əmlak Agentliyinin sizə təklif etdiyi bağ evlərinə bağım.az web saytına daxil olmaqla, eləcə də bütün sosial şəbəkələrdə yalnız bağım.az yazaraq bizi tapa bilərsiniz. Ofis ünvanımız Sergey Yesenin 334 Xalq Bankın yanında yerləşir. İlk öncə Allah xeyir nədirsə, onu sizə nəsib etsin. Biz də əlimizdən gələn köməkliyi edək. Görüşmək ümidi ilə sağ olun.